Deməli, qrupa girirəm, onlara 2 dənə sual verəcəm. Əgər bu sualların düzgün cavab versələr, onların bu hədiyyəni qazanma şansı olacaq və diqqət. Bu hədiyyəni, yəni iPhone 16 Pro-nu siz də əldə edə bilərsiniz. Necə? Videonun sonunda onu elan edəcəm. Gəlin gedək. Gəl Şamil, gəl. iPhone 16. 16 Pro. Bu hədiyyəni bizdən qazana bilərsiniz. İndi? İndi yox. Soruları cavab verirsəniz, şəhərini deyəcəm. Nədir bu? Düzgün cavab vermək üçün sadəcə 10 saniyəniz var. Kim istəsə təqdim edəcək. Yəni, sual. Asan sualdır. Təsiri halı sözü xəbərdə işlət. Baxım. Yazı verdilər də, hə? Şəbnəm, kameradan baxacam. Sual nə? Təsiri halı sözü xəbərdə işlət. Sən gələndə onların bizi çağırdığı gün idi. Hansı əməl? Nə idi gün idi deyəməsən axı, nə vaxt idi? Onların bizi Düz deyir də, düz deyirdi. Gün gəlir demək olar, düz demirsən. Əhsən, əhsən. Nicat, demək istəyirsən, kim ötürdü? Düzündür. Özün ya, o yazandan sonra nənəm də yazar. Nədir? Məni axtarandır, o məni axtarandır. Yaxşı, razıyam, düzdür. Növbəti sual, növbəti sual. Növbəti sual. Hə? Vaxtda rəc qalaq. 5 addım yaxınlaş. Nümunəsində ikinci dərəcəli üzvün adını de. Amma dəqiq de. Zəhra dedi. Zəhra dedi, düzdür. Yaxşı, yaxşı. Azərbaycan ədəbiyyatdan 250 bal toplayan, Azərbaycan ədəbiyyatı 100% yazırsan, hər iki fənni. Öz sınım, telefonu aparsın. Tarih getdi. Bildiniz? Sadəcə tarix sıfırda çıxsa olar. Yəni, zaten yəni o cür tarix, ədəbiyyat bilən uşaq onsuz da tarix bilir. Yəni aşağı yuxarı bu uşağın 380-370 bal alacaq. Buyur. Bəs həm əyani qrupdan? Həm də onlayndan olsa, onda birini onlara verilir, birini onlara. Sən ol. Yaxşı, bu qayda onlayn üçün də keçərli. Kim onlaynla da bizlə əgər hazırlaşıb 250 yaxşı toplayarsa, onlara da bu qayda keçərlidir. Son olaraq şərtimiz belədir. Kim əgər blok imtahanında bizlə hazırlaşaraq həmin imtahana gedib 400 bal toplasa, bir fəndən də hazırlaşsa kifayətdir. 400 bal toplasa, bu iPhone-u bizdən əldə edir. Yox, əgər 400 bal toplayan olmasa, uşaqların içində, imtahan gedənlərin içərisində, bu zaman artıq növbəti seçim eləyəcəyik. Yəni, kim Azərbaycan və ədəbiyyatdan 100% yazıbsa, tarixdən neçə yazır yazsın, Azərbaycan ədəbiyyatdan 100% yazan bir şagirdə bu iPhone-u təqdim edəcəyik. Biri onlaynla, biri əyandan olsa, o zaman hər şagirdə ayrı-ayrı iPhone təqdim edə bilərik. Ola bilər. Qoşulmaq üçün 055 597 01 51-ə yazıb, günü bu gün qoşula bilərsiniz. İmtahana qədər, yəni qruplardan faydalanırsınız, canlı yayımlardan, dərslərdən, yəni imtahana qədər öyrədib yola saldırıq. Elə havadan özün get topla yox. İmtahana qədər maksimum dəstək veririk, tam olaraq özümüz qəşəng öyrədirik, yola saldıq. Bu qədər. Videonun davamını görmək istəyirsinizsə, səhifəmizdə izləməyi yaddan çıxarmayın. Sağ olun.